Transferin arxasıdır olur və Jadon Sancho da klubu tərk edir, Al Hilal'a gedir, o da pul seçir. Harry Maguire Aston Villa'ya yola salırıq, o da gedir. Təəssür olsun ki, digər qapıcımızı da göndəririk. 18 milyona o da Wolves'a gedir. Mazruiyə Abdülkerim Bardakçı üstünə 4 milyon təklif edirlər. Biz bunu təklif qəbul edəcəyik və yetki verəcəyik. O da istəyirəm ki, mən ona etki etməyim, yəni təsir göstərməyim. Görək bunlar qəbul edəcək və etməyəcək və onlar özləri bilər. Lisandro Martinez də Sporting istəyir. Yəni Abdülkerim Bardakçı əslində yəni istəmir biz Martinez yönetici olaraq, yəni neyirik? Amma təklifi qəbul etdik. Və bunu deyəndə də təsir olsun ki, Casemiro etdik. Aslında qalmışdı, kimsə də vardı zaten. Bir 10 sənə də satardı. Matij de Ligt 40 milyona Barcelona yolcusu oldu da Abdülkerim Bardakçı komandaya daxil